Salam değerli izləyicilər, Rusiyada əməliyyat keçirilib, onlarla Azərbaycanlı saxlanılıb, ölənlər var. 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları ötən gün Rusiyanın Yekaterinburg şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib və onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub. Məlumata görə Yekaterinburg şəhərində onlarla Azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər isə həmkarımızın qardaşlarıdır. Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətildə kimin əli olduğu ilə bağlı başlayıb. Azərbaycanlılar arasında qatilin axtarıldığı vurğulanıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər. Xatırladaq ki, Seyfəddin Hüseynli APA'ya açıqlamasında Yekaterinburgda qardaşları Zirəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib. İki qardaşımı da işgəncə ilə öldürüblər deyə Seyfəddin Hüseynli bildirdi.